Hökmü qarşı. Sizi de kanınıza benim. Babamı öldürmek istedim. Ne bak? Qabul danışma. Qalbayana görüm. Farsda seçilmiş həbs şəxsləri hökmü qarşı hesabına 2023-cü il iyunun 24-də 102 xidmətinə zəng edən vətəndaş Lökbatan yolu Cənub Qapısı yaşayış kompleksinin heyətində bir nəfərin bıçaqlanması barədə məlumat verib. Hadisə yerində araşdırma aparan 10-cu polis şöbəsinin əməkdaşlarına məlum olub ki, 24 nömrəli binanın qarşısında 2000-ci il təvəllüdlü Rauf Salayev mübahisə zamanı bıçaqla 1997-ci il təvəllüdlü Həsən Hudulovun ürək nahiyəsindən zərbə vuraraq onu öldürüb. Hadisə yerindən qaçan Salayev həmin gecə saxlanılıb. 25 iyun 2023-cü il tarixli baxış keçirməsi protokolundan görünüb ki, hadisə Lökbatan yolu Cənub Qapısı yaşayış kompleksində 24 nömrəli binanın qarşısında baş verib. Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Həsən Hudulovun ölümünə ürəyin zədələnməsi nəticəsində baş vermiş daxili qanaxma səbəb olub. Rauf Salayev 2000-ci ildə Bakı şəhərində anadan olub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə 3 il müddətinə məhkum olunub. İstintaqa müəyyən edilib ki, iyunun 24-də Rauf Salayev qonşusu Qoşqar Qarazadəyə çatdırmaq üçün onun plastik kart hesabına göndərilmiş 50 manat pulu xərcləyib. Saat 23 radələrində yaşadığı kompleksin heyətində bərbərxananın qarşısında Qoşqarla rastlaşanda sonuncu ondan pulu qaytarmasını xahiş edib. Aralarında yaranmış mübahisə zamanı Rauf söyərək qonşusuna qarşı qərəzli xuliqanlıq hərəkətləri edib. Bu zaman heyətdə olan Omar Asxab Qudulov mübahisəyə müdaxilə edib, tərəfləri sakitləşdirməyə çalışanda Rauf həmin şəxsin ünvanına da nalayiq ifadələr işlətib. Buna görə Omar Asxab zəng vurub qardaşı Həsəni ora çağırıb. Supermarketin yanında Rauf Salayev Həsən Hudulovun sinəsinə bıçaqla bir dəfə zərbə vurub. Bu hərəkət ilə Salayev zərər çəkmişi qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş Rauf Salayev bildirib ki, işdə olanda Qoşqar Qarazadə zəng edərək kartına köçürülən məbləği axşam ona çatdırmasını xahiş edib. Toya getməli olduğundan qonşusuna 50 manat pulunu sonra verəcəyini söylədikdə aralarında mübahisə yaranıb. Axşam məhəlləyə qaydanda Qoşqara həmin məbləği toya yazdırdığını deyib, amma tanışı buna narazılığını bildirib. Qoşqarı yerə yıxıb vurarkən Omar yaxınlaşıb onları ayırmağa çalışıb. Bu səbəbdən onunla da mübahisə etməyə başlayıb. Omarın ünvanına nalayiq ifadələr işlətməyib. Evə qalxıb paltarını dəyişəndən sonra su və siqaret almaq üçün heyətə düşüb. Həsən qardaşını niyə vurduğunu soruşaraq onu söyüb və sonra marketə daxil olub. Bir neçə dəqiqədən sonra oradan çıxıb, yenidən ona yaxınlaşıb, narazıçılığı olub-olmadığını soruşub. Həsənin əlini belinə atıb bıçaq çıxartdığını gördükdə, gəlib həmin aləti əlindən alıb. Amma buna baxmayaraq Həsən söyüş-söyərək üzərinə gəlib, qorxutmaq məqsədi ilə ona zərbə indirib və qəbristanlığa tərəf qaçıb. Polis əməkdaşları tərəfindən orada saxlanılıb. icraatında olan Azərbaycan Respublikasının Cəmh Məcəlləsinin 100.1-ci maddəsi istintaqa aparılan
23.00-60-71 nömrəsindən aşıq üzrə şübhəli şəxs Salayev Rauf İntiqamoğlu'nun ifadəsinin düzgünlüyünü və dəqiqliyini məqsədi ilə ifadənin yerində yoxlanması istinad hərəkətini keçirirəm. Şübhəli şəxs Salayev Rauf İntiqamoğlu istinad hərəkətini işə gələn şəxslə heç bir etirazınız yoxdur ki, biraz ucuzdan necə Salayev Rauf İntiqamoğlu'nun Qaradağ rayon prokurorluğunda 25 gün 2003-cü il tarixində verdiyi ifadəsinin düzgünlüyünü və dəqiqliyinin müəyyən edilməsi məqsədi ilə hadisə yerində davam etdirilməlidir. Buna etiraz etmirsiniz. Spor oldu aramızda, orada ki oldu. Qoşqa hara getdi, sən hara getdi? Qoşqa evə getdi, İçəri istiqamətdə. Daha sonra evə getdin, sonra inadın. Sonra gəldim. Bu istiqamətdən gəldin. Burada sən kim gördün? Həsən Ömər sən burada gördün. Onu kim dedi sənə? Həsən sən dedi ki, qardaşıma əl qolatmısan. Niyə? Sən Həsəni vurdun. Sol əlində. Osman yasından. Aralaşdırmadım. Sonra mən aşağı bir tərəfə getdim. Həsən ora getdi. Həsən belə başladı. O hadisə baş verə. Arxamdan gəldi, qabağımdan gəlirdi. Gördüm oradan qaçır. Sən üzü belə gedirdin. Arxan oraydı. Harasından vurmuşdun? Mən tam dəqiq bilmirəm də, yəni belə. Köynəyini qaldıranda harasından gəlirdi? Buradan gəlirdi. Sağa hara tulladın da? Sağa gələcək buralara. Burada olanda sağa tullanmışsan. Üzü o istiqamətə gəlmişsən. Siz Həsən Ömərlə mübahisə edən zaman digər şəxslər var idi ətrafınızda? Hayır. Onlar harada yanmışdılar? Yəni düz yanınızdaydı, yoxsa ətrafdaydı? Siz kanka yanınızda eşik yox. Ayıran deyil. Biraz ayırdılar ki, o biz Həsənlə girən momentdə. Mən bıçağı belinə götürdüm, belə elədim, canımı çəkdim. Onda işim kəndi elədim. Məhkəmə iclasında Rauf Salayev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, əməlindən peşmandır. Valideynləri barışıq üçün müraciət etsələr də, qarşı tərəf bunu qəbul etməyib, ifadə verməkdən imtina edib. Zərər çəkmiş şəxsin hüquqi varisi Xatirə Həbibova ifadəsində göstərib ki, iyunun 24-də axşam işdən gələndə oğlu Həsən evdə olub. Saat 23 radələrində ona küçəyə çıxıb birazdan gələcəyini deyib. Yatarkən qapının döyüldüyünü eşidib. Qapını açanda böyük oğlunu və yanında tanımadığı şəxsi görüb. Omar Həsənin bıçaqlandığını bildirib. Hadisə yerinə gələndə oğlunu yaralanmış halda yerdə uzandığını görüb. Rauf Salayev yalan danışır. Həsənin üzərində bıçaq olmayıb. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Zərər çəkmiş Qoşqar Qarazadə ifadəsində göstərib ki, Rauf Salayevlə aralarında borc zəminində mübahisə baş versə də, kənardan heç kim müdaxilə etməyib. Nə Rauf onu, nə də o Raufu vurmayıb. Ölüm hadisəsinin onların mübahisəsinə aidiyyatı olmayıb. Rauf Salayeva qarşı şikayəti yoxdur. Amma şahidin ibtidai istintaqda fərqli ifadə verməsi məlum olub. Elan olunmuş ifadəyə əsasən iyunun 24-də Raufa zəng edərək kartına 50 manat pul atılacağını, məhəlləyə gələndə görüşüb həmin məbləği ona verməsini deyib. Heyətdə bununla əlaqədar mübahisə edərkən Rauf fənd işlədərək onu yerə yıxıb və yumruqla zərbələr vurmağa başlayıb. Bu vaxt Omar və daha iki şəxs yaxınlaşaraq onları ayırıblar. Eşitdiyinə görə Rauf onların mübahisəsinə müdaxilə etdiyi üçün Omara əsəbləşib və onu təhqir edib. Sonuncu da onu cəzalandırmaq üçün qardaşı Həsəni çağırıb. Şahid Omar Asxab Qudulov bildirib ki, Raufa Qoşqarın fiziki cəhətdən zəif olduğunu və onun düzgün hərəkət etmədiyini deyib. Marketdən bıçaq alıb çölə çıxanda qardaşı Həsən buna ehtiyac olmadığını bildirərək aləti onun əlindən alıb. Həsən Raufun üzünə yumruqla zərbələr vurduqdan sonra Salayev belindən çıxardığı bıçaqla qardaşına xəsarət yetirib. Həmin bıçaq Raufa məxsus olub. Qoşqar adlı şəxs var idi. Qoşqarla Raufu gördüm, dalbada gəlirlər. Qoşqar məni çağırdı ki, milliyyətim avardır. Avar dilində çağırdı ki,
gələndə Rauf onu vurdu, yerə sərdi. Qoşqar kimdir indi? Bir hamısını izah edin. Qoşqar kimdir? Hə, Qoşqar məhəllə uşağımızdır. Rauf da məhəllə uşağımız olur. Zərər çəkmiş də tanıyırdınız? Bəli, aramızda həmişə salam eləyirik, atası ilə, özü ilə, hamısı ilə salam eləyişimiz olub. Hər şey yaxşı olub, əla olub. Ha, bunların arasında nə söhbətlər olub bilmədim. Rauf onu mən çatanda vurdu, yerə düşdü. O vaxtı mən Raufu tutdum qolundan, ayırdım Raufu. Çəkdim qırağa, dedim qardaşım olmaz belə bu. Nə ilə vurdu? Yumruq atdı, o yerə düşdü, ayırdım mən oradan. Sonra Raufu çəkdim qırağa, Raufa dedim olmaz belə vurmağa qardaş. Rauf da dedi bırax məni, bırax. Ha, atasının adı deyə imtiqana söz çatdıran belə olsun. Gedəndə Raufun dalınca getdim, mən yenə onların blokuna girmişlər. Qoşqarı gördüm ki, liftin qabağında əyilib qalıb. Dedim ki, qardaşım olmaz vurmağa, o zəifdir. Orada yenə uşaqlar var idi, Kənan var idi. Bir də 2-3 nəfər yenə uşaqlar var idi. Bunlar uca mənim üstümə bozardılar orada, sən kimsən, sən nə deyirsən burada. Mən də o vaxtı dedim, gözləyin, indi söhbət eləyərik sizlə. O vaxt mən qardaşım Həsənə zəng elədim. Hə, dedim, qardaşım, belə söhbət var. 5 dəqiqə keçmədi, qardaşım gəldi məhəlləyə. Kənan adlı şəxs gedirdi maşınla yola, mən qabağını kəsdim, dedim ki, Kənan, gözlə 5 dəqiqə səndən söhbət eləyirəm. Kənan kim tərəfində idi? Siz elə qarışıq danışırsınız ki, heç nə düşünmürəm. Kənan, Rauf bir yerdə idilər, yenə uşaqlar, bunların arasında nə söhbətlər olub, onu mən bilmirəm. Qoşqarla, Kənan... Hə, bunların arasında nə söhbətlər olub. Siz müdaxilə elədiniz ki, qoşqar vurma olmaz zəif. Bəli. Sonra sizə Kənan dedi ki, siz içkilisiniz. Yox, orada dedi ki, sən kimsən burada? Onun üstünə mən qardaşımı çağırdım. Qardaşım gəldi, o Kənan getmişdi. Kim zəng elədi, gətirdi, Kənanı geri bilmədim. Rauf, sonra görmədim Raufu. Qardaşınızı nə məqsədlə çağırdınız? Söhbət eləyəcəkdik. Nə söhbət eləyəcək? Bozarmağına da. Kənan da gəldi, bir 10 dəqiqə keçmədi. Qardaşıma dedim, belədir. Deyir, narahat olma, söhbət eləyərik, həll olunar söhbət. Bıçaq çıxartdı Kənan. Kim? Kənan. Hə. Qardaşım o vaxtı atıldı, arxaya atıldı. Nə söz oldu orada. O deyim. Sonra mən də uzaqdaydım, belə sizlə aramızda məsafə belə idi. Mən marketə girəndə bıçaq götürəndə qardaşım gördüm dalıncadır. Mən bıçağı götürdüm, belimə qoydum. Siz orada işləyirsiniz? Bəli. Hə, oradan götürdüm, bıçağı qoydum. Qardaşım dedi ki, lazımdır bıçağı, götürdü əlimdən. Bıçağı aldı qardaşınız. Neylədi bıçağı? Bıçağı bilmərəm. Şahid İntiqam Salayev ifadəsində göstərib ki, oğlu Rauf axşam evə gəldikdən yarım saat sonra heyətə düşüb, eyvanda siqaret çəkərkən səs-küy eşidib. Hadisənin səbəbini soruşanda Rauf qarşı tərəfin ona bıçaqla hücum etdiyini bildirib. Heyətə düşəndə oğlunun üzərində bıçaq görməyib. Təcili yardıma və 102 xidmətinə özü zəng edib məlumat verib. Məhkəmə qənaətə gəlib ki, Rauf Salayevin Cinayət Məcəlləsinin 120.2.2-ci xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və 221.1-ci xuliqanlıq maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi tam sübuta yetirilib. Ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. 2024-cü il iyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli icazə çəkmə müəssisəsində çəkməklə Rauf Salayev 15 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 2023-cü il mayın 10-da 6-cı polis bölməsindən Binəqədi rayon prokurorluğuna 1965-ci il təvəllüdlü Etibar Abbasovun yaşadığı Biləcəri qəsəbəsi Füzuli küçəsi 77 ünvanında qətlə yetirilməsi barədə məlumat daxil olub. Hadisə yerindən qaçan mərhumun oğlu Azər Abbasov bir neçə saatdan sonra Nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O bildirib ki, əməlindən peşman deyil. Buna görə də polisə təslim olmayıb.
10 may 2023-cü il tarixli raporta əsasən 1965-ci il təvəllüdlü Etibar Abbasovun yaşadığı Biləcəri qəsəbəsi Füzuli küçəsi 77 ünvanında öldürülməsi barədə 6-cı polis bölməsindən Binəqədi rayon prokurorluğuna məlumat daxil olub. Baxış keçirilməsi protokolundan görünüb ki, otaqda masa ilə çarpayının arasında yerdə üzü üstə uzanmış vəziyyətdə kişi meyidi aşkar edilib. Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Etibar Abbasovun ölümünə sol ağciyərin və ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin daxili və xarici qan itirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Azər Abbasov xroniki sayıqlama pozuntusu xəstəliyinin təsiri altında yaşadığı evdə atası Etibar Abbasovla mübahisə edib. Ne üçün uzun illər ərzində onu alçaltmasını soruşub. Həmçinin atasını öz qızı Bülbül Abbasov ilə cinsi əlaqədə olmaqda ittiham edib. Bundan sonra Etibar Abbasova bıçaqla 13 dəfə zərbə vurub. Bu hərəkəti ilə Azər Abbasov zərər çəkmişi qəsdən öldürüb. İş üzrə dindirilmiş Azər Abbasov bildirib ki, atası Etibarla anası Gülbəniz boşanıblar. Bundan sonra bildiyinə görə atası qeyri-rəsmi olaraq 6 qadınla yaşayıb. 2015-ci ildə atasının təklifi ilə yaşadığı Mirxanım adlı qadının qohumu ilə evlənib. 2 övladları dünyaya gəlib. Ailəsi ilə müxtəlif ünvanlarda kirayədə qalıb. Arvadı Vəfa öz istəyi ilə uşaqları da götürüb Cəlilabad rayonundan valideynlərinin yanına qayıdıb. Atası onu Dəli adı ilə xəstəxanaya yerləşdirib. Orada ona verilən dərmanlar nəticəsində psixoloji vəziyyəti daha da pisləşib. Uşaqlıqdan atası onu alçaltıb, daim təhqir edib. Dəfələrlə ailə mübahisələrinə görə 6-cı bölməyə müraciət ediblər. 2023-cü ilin aprel ayından Biləcəri qəsəbəsində yerləşən evdə atası və bundan əvvəl Mirxanım adlı qadından olan ögey bacısı Bülbüllə birlikdə yaşayıb. Etibarla qızı bir çarpayda yatdıqlarını görüb. Aralarında sanki ata-övlad münasibəti olmayıb. Etibar ondan evdən getməsini tələb edib. O da peşman olacağını bildirib evi tərk edib. Təxminən 10 gün küçələrdə qalıb. Mayın 7-sində pula ehtiyac olduğundan telefonunu Nizami küçəsində 60 manata satıb. Mobil nömrəni sındırıb atıb. Ayın 10 saat 18 radələrində Etibarı öldürmək məqsədi ilə Biləcəri qəsəbəsinə yollanıb. Yatağın üzərinə çıxaraq üzbəüz olan vəziyyətdə sol əli ilə atasının yaxasından tutub və sağ əlindəki bıçaqla qarın nahiyəsinə zərbələr endirib. Etibar ona müqavimət göstərib, köynəyini cırıb. Geri çəkilən kimi atası döşəməyə yıxılıb, bir ayağı yatağın üzərində qalıb. Ayın 11-nə keçən gecə Nərmanov rayon polis idarəsinin əməkdaşları tərəfindən kafedə saxlanılıb. İstintaqa şübhəli şəxsində verdiyiniz ifadənizi təsdiq edə bilərsinizmi? Bəli. Həmin ifadəni ayağını şöyle göstərə bilərsiniz? Bəli. Hadisə ilə haradır? Harada baş verir hadisə? Biləcəri qəsəbəsi fizioloji küçəsi. Nerede baş verir? Buyurun göstərin. Biz istəyəndə evin giriş qapısı, darvazası bağlıydı, açılıydı, yoxsa Bağlıydı, yuxarıdan düşdü. darvazadan açdınız həyata? Döydüm, açmadım. Evin giriş qapısı bağlıydı, açılıydı. Açılır. Yəni göstərin hareketinizi. Hansı vəziyyətdəydi burada? Bu tərəfdə yatmışdı, üzü yuxarı, əlində belə. Yataqda yatmışdı. Ha, yatmışdı. Məqsədiniz nə idi yəni bura gəlməkdə həmin günün? Dedim, 32 ildir, yəni 32 ildir uşaqlıqdan atdım getdim. Yəni arvad belə getdi, sən atdın qonşulara, məktəb vaxtında yetim kimi getdin, gəldim məktəbdə nə dedim, neynədim. Direktor yəni şəkil, hamısını deyir, direktor şəkil açmaz. Ya o qısardım işte, olanlar deyim də. Bu bıçaqdan əvvəl olub, düzdürmü? Bıçaq hardan əldə elədiniz? Sağoldan götür. Göstərin də. Buradan götürdünüz. Necə bıçaq idi? Təsvir edə bilərsiniz? Bu ayaq qırmızı bıçaqlıq idi. Qırmızı dəstəkli, qəhvəyi rəngli. Götürdü, sonra yenidən hara getdiniz? Getdim elə durğuzum da. Həmin otağa getdiniz. Dedim ki, mən niyə əzab işgəncə verirsən, həmişə əskərlikdən qabaq, əskərlikdən sonra. Dedim ona əvvəl, burada dalaşdım, bıçaqladılar məni, getdin məni bıçaqlayan, öpdün, qucaqladın, getdin, oxudun, yedin, içdin, mənim yanıma gəlmədin.
Dədə eləyərdin. Yəni bunlar onun özünə deyil. Hə, özünə deyirəm. Mən heç də demirəm ki, mən özümdən nəsə uydurmam, sən özün dedikləri mən sənə deyirəm. Dedim, əgər belə etsə, uşaqlıqdan bilirdinsə, mən niyə işgəncə verib, gelib dövlət qurumlarına demirdin ki, bu uşaq kimdir, nəçidir, mən niyə saxladırdın? Evləndirdin, deyirəm, bir dənə də oğlan uşağı gətirdiyi, görüşdürdün ondan bundan, burada Quran dərsi adı ilə göndərdin. Ha, vaxt gəldim ki, evdə yoxdur, 2 dəqiqədən bir şərəfsiz deyirsən. Kimə şərəfsizlik eləmişəm? Kimə eləmişəm də şərəfsizlik? Özün 20 yaşında, 58 yaşında var, qızın nişanında, qızınla bir yerdə qucaqlaşıb yatırsan. Orada indi söyüş söyməyəm də. Sən ifadəsi bilin. Hə, bülbül. Dedim, orada yatıram, oradan gördüm ha, bir yerdə yatırsınız. Rafatda arvadı göndərirlər rayona, qız orada yatır. Arvadı göndərirlər rayona, qız sırası gəlir, burada bir yerdə yatırlar. Neçə dəfə açmışam ki, bir yerdə, bir yorğanın altında yatıblar. Hə, yatıblar. Ondan sonra dedim ki, mənə şərəfsiz deyirsən. Mən yəni, neynəmişəm şərəfsiz? Dedim, sən qızı eləyən dərsən, ayəbdir, bazının haqqında elə deməliyəm. Öyle sözün üstündə durub adamın üstünə cımalar ki, o nə söz? Bu ya, orada uzanmışam, yatmışam. Gecə saat 2-də durdum, zır. Qızımla bir yerdə yatırmayız. Yəni ki, dedim, yəni o günlərdə özünüz elədiniz. Mən sənə and içdim ki, gəlib vuracam. Nə vaxt olub hadisə? Ayın 4-ü dedim ki, Ayın 4-ü. Dedim ki, bezdirdiniz mən. May ayının 4-ü, 2023-cü ildə. Haqq yolda dəyirsən, sən söz deyək kişi kimi cavab verir, neynə? Mən dedim, haqq yolda dəyirəmsə, haqq yolda olmayan necə kişi kimi cavab verə bilər? Və bunlar mən bezdirdi, çərətdi, durdum, söyürdüm, getdim, uzandım orada. İşte ancaq söydü, gelib uzandım orada, buradan gördüm, elə dalınca danışdılar, oradan bir qız gəldi. Kim var idi başqa? Qızı ilə özü. Görərsən, aynı onda məsələn. Dedim, and içdim, çıxdım, getdim. Nə var and içsin, daha konkret deyim, nə bilirsin? Dedim, yəni onu gəlib sənə öldürəcəm. Öldürəcəm dedim. Daha sonra necə oldu mübahisə, sözün mübahisə münaqişəyə çevrildi? Sən əgər düz olsan, sən deyirsən, ona sözdür, mənə deyirsən, ona olsun sözdür. Sən mən nə deyirəm, mən uşaq kimi Allah deyirsən, sən sifət cizgindən, sənin danışığından, sənin xarakterindən mən bilirəm, sən bezdiribsən, 32 il mənim zindan həyatı olub, ölmə ümumiyyətdə xırıldamaq nədir? Mən heç kimə bir xətrinə, kimincə xətrinə dəymişəmsə, gelib tapıb üzr istəmişəm. Mən adam fəsad törədənlərə, mən qazancımın yarısından çoxunu cəmaata paylayıram. Yəni oradan axırı o söhbətlərdən sonra dedim, sakit durmuşdum bir sakitlə. Dedim, yox, and içmişəm. Hansı vəziyyətlərdə söhbətlər? O orada oturur. Orada taxtdan qalxmışdı. Ha, oradan durub gəlib oturdu. Siz hardaydınız? Mən də buradan o söydürəndən sonra getdim oturdum orada. Dedim, o Stulda əyləşmişdi. Ha, orada oturdu. Buradan durdu, gəldi, çıxdı. Buradan o çıxdı, buraya çıxanda mən də çıxdım. Vurdum, üçlükdən vurdum, düşdüm. Hər ikiniz taxtın üzərinə çıxdı. Necə vurdunuz onu? Necə göstərə bilərsiniz yəni şəkildə? Orada belə tutdum. Sol əllə. Tutdum, 3-4 dənə vurdum, düşdüm yerə. Düşəndən sonra da ayağımı qoydu, belə yıxıldı bura. Üzü aşağı şəkildə. Üzü bu tərəfə, sifət aşağı. Sonra bəs necə oldu? Necə davam elədi proses? Yıxılandan sonra siz niyə ediniz? Yıxılandan sonra əsəb gəldi mənə. Biri var, insan pis olar, biri var, əsəb gəldi mənə. Söydüm ki, səni illərlə deyirəm, 3 gündür yox, 5 gündür yox. Əzab işgəncə niyə verirsən? Zərbə indirirsiniz bıçaqla onu. 3-4 dənə. Yıxılandan sonra zərbə vurmadınız onu? Yox, heç nə eləməmişəm. O yıxılandan sonra bıçağı qoydum oraya. Siz onu vuranda bıçaqla aman diliyə yalvarırdı mı? Yox, heç səsi daha da çıxmadı. Bir dənə orada dedi, Azər dedi, o vuran vaxt. O dedi, qutardı söhbət. Başqa iş, var, səsi çıxmaq, elə vurmağı ilə uzanmağı bir oldu. Bəs əncəsi paltarlarla bağlı nə ediniz? Tutan vaxtı, o belə dartdı ki məni, o da şey dedi, dartdı, o köynək çırıldı, düşdüm, köynəyə çıxartdım, getdim. Haradınız köynəyi? Buradadır, göstərin onu da görün. Baxaq. Buradadır. Sonra buradan nə ediniz? Buradan qapını açdım, çıxdım. Hara getdiniz? Nərmanova, Metroparka namaz otağım, namaz. Nərmanova. Əməlizdən peşmansınız, Azərbaycan. Valla, dinlə baxanda qızı ilə yaxınlıq eləyən ölümünə peşman olmazlar. Peşman deyirsiniz.
Zərər çəkmiş şəxsin hüquqi varisi Bülbül Abbasova ifadəsində göstərib ki, 2023-cü ilin mart ayından Azərin halının dəyişdiyini hiss etməyə başlayıb. Ögey qardaşı 2 ilə yaxın psixiatriya xəstəxanasında müalicə alıb. Hadisədən bir neçə gün əvvəl Azər atasını öldürəcəyini deyib. Ondan qorxduğu üçün bir neçə gün xalası ilə qalıb. Mayın 10-da qonşuluqda yaşayan qadına zəng edib xahiş edib ki, evlərinə keçsin. Bir neçə dəqiqədən sonra qonşusu Etibarın öldürüldüyünü xəbər verib. Buna görə o 102 xidmətinə zəng edib yaşadıkları ünvanda ölüm hadisəsi baş verdiyini bildirib. Atası ilə onun arasında yaxın münasibət olmayıb. Azərin bu barədə verdiyi ifadəsi yalandır. Ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən Azər Abbasov bir müddət narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edib. Stasionar məhkəmə psixoloji ekspertizasının rəyindən görünüb ki, Azər Abbasov xroniki gedişli psixi patologiya olan paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir. Buna görə də onun əməli Cinayət Məcəlləsinin 21-ci anlaqsızlıq maddəsinin təsiri altına düşüb. Məhkəmə iclasında Azər Abbasov bildirib ki, əməlindən peşman deyil. Zərər çəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Məhkəmə nəticəyə gəlib ki, Azər Abbasovun Cinayət Məcəlləsinin 120.1-ci qəsd adam öldürmə maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi tam sübuta yetirilib. 2024-cü il mayın 27-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Azər Abbasov Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin olunub.